gözəl insan. Təşəkkür edirəm. Çox sağ olun. Gözəl dolğun məlumat verdiniz. Bu izolyasiyasız sauna tikildiyi zaman çox İstəyirsən 20 kilovatlıq 5 kvadrat yerə şey qoy, Bəli. sauna sobası qoy, Bəli. isinməyəcək. çox adamlar deyirlər ki, biz saunanı daha ucuza maliyyətlə tikə bilirik. Bu baha qiyməti niyə görə verirlər? Qardaş, xüsusi spesifika var. Bu olmasa, bunun qalınlığı belə olsa, sizin saunanız tez soyuyacaq. Əlbəttə qiyməti endirmək Bəli. üçün götürürlər. Bəli. Nazik izolyasiyadan istifadə edir. Ya da adi bazarda satılan rulonu 20 manat, 30 manat olan izolyasiyalardan çəkirlər. Heç saunaya heç bir aidiyyatı olmayan şey. Çəkirlər ki, mən saunanı ucuz edirəm. Yox. Bəli. Saunanın büdcəsi və xeyirliyi bəlli olan bir şeydir də. Yəni bunun da qiyməti bəllidir, taxtanın da qiyməti bəllidir. Necə ola bilər ki, misal üçün deyirəm, Kimsə ucuz eləyir. hə, ucuz. Mənə çox maraqlı gəldi. Bəli. Bu kommentlərdə yazsınlar bu ucuz sauna inşa edənlər ki, biz bu şeylərə bəlkə bizim görmədiyimiz şeylər var. Bəlkə kimsə daha yaxşı nəsə bilir. Ha, yazın Kim bilməz. biz də öyrənək də. Bəli.